Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təlim-Tədris Mərkəzi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında Konstitusiya və suverenlik ili çərçivəsində inklüziv təhsil və sistem texnologiyaları, beynəlxalq təcrübə və qabaqcıl təhsil modelləri mövzusunda beynəlxalq təlim seminarlara start verilib. Özbəkistan Respublikasının məktəbə qədər və Məktəb Təhsil Nazirliyinin tabeliyindəki pedaqoji bacarıqlar mərkəzləri oktyabrın 19-na dək davam edəcək təlim seminarların əsas tərəfdaşlarıdır. Beynəlxalq təlim seminarların rəsmi açılışı oktyabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının aks salında təntənəli proqramla başlayıb. Əvvəlcə ümumi lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Özbəkistan və Azərbaycanın dövlət himnləri səsləndirilib. Rəsmi hissədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Aliyev, Quba rayon icra hakimiyyətinin əməkdaşı Anar Məmmədov, Özbəkistan Respublikası Surxan-Dərya Regional Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru Murad İsoqov və Özbəkistan Respublikasının Fərqanə vilayətinin Pedaqoji Bacarıqlar Mərkəzinin kafedra müdiri Xodiko Xən Xoşimovanın çıxışları dinlənilib. Sonra auditoriya inklüziv təhsil və sistem texnologiyaları, beynəlxalq təcrübə və qabaqcıl təhsil modelləri mövzusunda beynəlxalq təlim seminarları barədə ümumi bilgi verilib. Губа – это исторический, древний исторический город, который нас поразил своими... Quba qədim tarixi köklərə malik bir şəhərdir. Bura bizi öz üstünkar təbiəti və zəngin nailiyyətləri ilə heyran etdi. Düşünürəm ki, hər iki xalq həm Özbək, həm də Azərbaycan xalqlarını birləşdirən bir çox cəhətləri var. Bu oxşar cəhətlər təhsil sahəsinə də sirayət edib. Biz ölkə başçılarımızın təhsil sahəsinə göstərdikləri diqqət və qayğını öz işimizlə doğrultmağa çalışmalıyıq. Məncə, biz təhsil sahəsində iri addımlarla irəliyərək beynəlxalq səviyyədə layiqli yerimizi tutacağıq. Оправдать их доверие, которое в систему образования они вкладывают большой труд и большие вложения. Qeyd edək ki, tədbir filialın beynəlxalq əlaqələr və strateji inkişaf şöbəsinin müdiri Dünya Əhmədovanın moderatorluğu ilə baş tutub. Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam edib. Bugün bizim Özbəkistan-Azərbaycan münasibətlərində təhsil sahəsində əldə etdiyimiz uğurlar, mən düşünürəm ki, hər iki qardaş ölkənin bu sahədə vacib olan məsələləri aşkar etmək və uğurla inkişaf etdirməkdən ibarətdir ki, bu sahədə inklüziv təhsil və sistem bacarıqları aktual mərhələdədir və biz də bugün Özbəkistandan gələn nümayəndələrə, hansı ki 30-a yaxın bizim müəllimlərimiz, lisey, kollec müəllimləri bugün bizdə inklüziv təlim və sistem bacarıqları üzrə treninq alacaqlar, təlim alacaqlar və düşünürəm ki, bizim bu sahədə qabaqcıl işlərimiz Özbəkistanda inklüziv təhsil sahəsində təhsildə uğurlar əldə etməyə kömək edəcəkdir. Prosesin birinci günü iştirakçılara inklüziv təhsil mövzusunda ilk təlimlər keçirilib. Özbəkistan Respublikasında olan rəsmi pedaqoji heyət səfər çərçivəsində Qubanın təbiəti, turistik imkanları, həmçinin bölgənin sosial həyatı ilə yaxından tanış olacaqlar. Sahib Məmmədli Elçin, Şuşalı, Qafqaz TV üçün.